Voyajın vaxtı gəlib çatdı. Bon Voyage Megapolisin səhər buraxılışında yaxın dəqiqələr ərzində İlaç Şrinski təqdim edir. Nə məsələdir və nəyə görə Bon Voyage və sair məsələlər açıqlayır. Deməli, bu gündən etibarən və bütün gələn həftə ərzində biz bu haqda danışacağıq. Söhbət nədən gedir? Həmin bax bu Bon Voyage təqdim edən Azərbaycanın Turizm Assosiasiyasıdır. Təbii ki, deməli, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi dəstəyi ilə, sözsüz ki. Və söhbət nədən gedəcək? Bir həftədən sonra noyabrın 15-i bu şənbə gününə düşür. Deməli, Park Bulvar Ticarət Mərkəzində bir aksiya keçirəcək, kampaniya keçirəcək. Kampaniya da deyil, bu əməli başlı yarmarkadır. Özdəki Azərbaycanda ilk dəfədir. İlk turistik mövsüm yarmarkasıdır. Bu mövsüm başa düşürsünüz. Mövsüm o deməkdir ki, vaxtaşırı bu təkrarlanacaq. Müxtəlif mövsümlərdə, heç olmasa 4 fəsildə. Turistik isə deməli bu yarmarkada satılan, təqdim olunan nələr olacaqsa, tur paketlərmi, nələrmi, bunlar hamısı turizmə aid olacaqdır. Mən misal vətəndaş olaraq gedirəm, tur paket əldə edirəm. Səhərdən axşama kimi davam edəcək. Orada təbii ki, ölkənin bir çox deməli turizm agentlikləri, tur agentliklər iştirak eləyəcəklər və onların əsas belə deyək də fikri yeni ilə, çünki yeni il qabağıdır, yeni ilə az qalıbdır və artıq indidən planlaşdırmaq lazımdır. Bəli, ay yarım qalarkən olacaq. Hara gedəcəyik, nə edəcəyik, necə keçirəcəyik, necə istirahət edəcəyik. Onlar bax bu təklifləri bütün deməli insanlara həm başa salacaqlar, izah eləyəcəklər ki, harda yaxşı dincəlmək olar. Misal üçün ailə üçün hansı istirahət, yeni il istirahəti yaxşıdır və yaxud tək bir insan üçün, əgər təkdirsə darıxmasın və yaxud cütlük üçün, sevgilər üçün, yəni müxtəlif uşaqlar üçün, balaca uşaqlar üçün hər şey izah eləyəcəklər, başa salacaqlar. Əsasən də Azərbaycana aid olan, misal üçün bölgələr filan, çünki bir çox insanlar həm misal üçün maddi tərəfdən imkanları olmur ki, xaricə çıxsınlar, həm də ki vaxt tərəfindən də misal üçün ola bilər ki, onlar 5 gün, həmin o 5 gün ki bizdə olacaq, 5 günün misal üçün yalnız 3 günlük istirahət edə biləcəklər və ola bilər ki, ailə başçısının işi çox olsun yeni ilə, belə də. Və bunların hamısını başa salacaqlar, izah eləyəcəklər və bundan başqa təbii ki, əgər bu yarmarkadırsa, orada hədiyyələr də olacaq. Hədiyyələrsiz ötməyəcək, keçməyəcək. Xırda hədiyyələrdən tutmuş, yeməli hədiyyələrdən tutmuş, özünlə apara biləcəyin hədiyyələrdən tutmuş, konkret olaraq istirahət tur paketi. Yeni ilə. Bu da olacaq. Super. Bəli, bunlar hamısı olacaq. Xaric əsasən, yoxsa yerli istirahət zonalarından söhbət gedir? Fərqli ola bilər təbii ki. Fərqli ola bilər, bəli, fərqli ola bilər. Amma mən düşünürəm ki, yəni ki, daha çox yenə də Azərbaycan nəzərdə tutulacaq. Xaric ola bilər. Misal üçün, nə ola bilər? Şağdağdan başlaya bilər bizimkilərdən və xarici nəzərdə tutsaq, yeni ilə Laplandiya. Bəli, və ya Kurşavel, Fransada. Bəli. Haradasan Şağdağda? Yox, haradasan Kurşavel? Adından Şağdağda idin axı. Yəni təxminən bu cür oldu. Və yaxud ki, Şahdağ növbəti gün Dubay. Soyuqdan istəyir. Azərbaycan Turizm Assosiasiyası hər zaman çalışır ki, misal üçün də turizmə dəstək olsun. Təbii ki, birbaşa işidir və turizm agentliklərinə dəstək olsun, onları qoşsun, yəni birləşdirsin hamısını bir yerə və təbii ki, Azərbaycanda daha çox belə aksiyalar keçirsin. Misal üçün, mən dəqiq bilirəm ki, onlar bu uşaq evlərində kampaniya aksiyalar keçirirlər, neyinlər, onları yığırlar, həmin o körpələri və bu qırmızı avtobuslar var, City Tour. Onlarda bu avtobuslarda uşaqları gəzdirirlər, Bakını göstərirlər, bəli, izah edirlər. Sən nə vaxtı dedin olacaq bu? Gələn şənbə. Bu noyabrın 15-i olacaq, Park Bulvarda olacaq. Gələn həftənin 6-cı günü. Hə, bütün gün ərzində olacaq. Şənbə günü niyə? 6-cı günü, çünki cəmaət iş günü olmasın. Səhərdən axşama kimi bu davam edir. Səhər hardasa 11, 12, 12 belə olacaq, yəqin ki, düşünürəm, onu dəqiq deyəcəm. Axşama kimi keçiriləcək, orada həm yemək də yemək olar, istirahət eləmək olar, həm də həmin bax bu yarmarkada iştirak edəcək. Gözəl. Gələn həftə ərzində təklif edirəm biz istiqamətlər, bu tur paketlər barədə danışaq, hə? Gələn həftə hər gün. Elə də eləyəcəyik. Bəli, okey. Əla, gözəl. Baxsadım bu vaxtında. Bu Bon Voyage idi, istiftəsi necə deyirlər? 8:23 Bakıda Megapolisin səhər buraxılışı yayımı.